Gəlin baxaq. Sosial şəbəkələrdə aldığım məlumata görə bu iki xanımın yolda görüşməsidir. Təbii ki, burada sürücülər daha diqqətli olsaydılar, bir-birlərini öncədən görə bilərdilər. Halbuki hər ikisinin də dönmə işığı yanırdı. Arxadan gələn sürücü, yəni qara maşın, daha diqqətli ola bilərdi. Çünki o ağ maşın önündə idi, onun görə bilirdi. Və istənilən cəld hərəkətlər bu nəticəyə səbəb oldu. Çünki ikisi də ayağını qazdan çəkib, rulla başladılar, yəni sükanla başladılar hərəkətlər etməyə sağa sola, güya ki maneədən qaçmaq üçün, amma əksinə bunları bu vəziyyətə gətirdi. Bu halda cəld tərpənmədən, yəni sadəcə bir istiqamətdə və ayağınızı qaz pedalından dərhal götürməyincə, yəni biraz ayağınızı qazdan azaldıb sadəcə bir sürəti tənzimləməklə, bir istiqamətdə sükanı çəkməklə avtomobili düz saxlaya bilərdiniz. Əksinə, sükanla bizim dildə desək, güləşməyə başlayanda bu kimi hallar baş verir və idarə etməni tam 100%lıq itirirsən, artıq avtomobili saxlamaq olmur. Bu, nəinki qeyri-peşəkar, hətta peşəkar sürücülər belə bunu etsələr, o avtomobili yığmaqları çox çətin bir məsələdir. Yəqin ki, xanım sürücülər şəhərlərdə qınamazlar məni. Bəs siz olsanız nə edərdiniz?